Hal-hazırda bir çoxunuzun xəbərsiz olduğu çox önəmli bir həqiqət var. Axır zamanda olduğumuz. Axır zaman dünyanın axırı, zamanın sonu deməkdir. Axır zamanda olduğumuzu bizə bildirən isə Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin düz 1400 il öncədən axır zaman əlamətlərini xəbər verdiyi hədislərdir ki, bunlardan 600-ü artıq möcüzəvi şəkildə eyni ilə Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin hədislərdə təsvir etdiyi kimi reallaşır. Ramazan aylarında güneş tutulmaları. Şüreyqin rəvayət etdiyi hədis belədir. Həzrəti Mehdinin zuhurundan əvvəl güneş 2 Ramazanda tutulacaq. Eyni ilə Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin hədisdə bildirdiyi kimi, Hicri tarixi ilə 14-cü əsrin əvvəlində ard-arda 2 il Ramazan ayında güneş tutulub. Özü də bu hadisə Hicri 1401, 1402, yəni 1981-1982-ci illərdə və Hicri 1423, 1424-cü, yəni 2002-2003-cü illərdə 2 dəfə təkrarlanıb.